Bugün bloka düşəcək, daha iki mövzunun izahına baxacağıq. Bunlar tərs funksiya və mürəkkəb funksiyadır. Tərs funksiyadan başlayırıq. Aşağıdakı suala baxaq, bu suala. Burada fx, sualı yenidən yazaq burada, bərabərdir. 3x üzərinə gəlsin 1, bölünsün 5. Biz burada x-i tapmağa çalışırıq bu suallarda. 5'ə vururuq, hər tərəfi olur 5 fx bərabərdir. 3x üzərinə gəlsin 1. Yenidən 1'i keçirdirik sol tərəfə. 5 fx çıxılsın 1 bərabərdir 3x. Hər tərəfi 3'ə bölüb x-i tapa bilərik. 5 fx çıxılsın 1 bölünsün 3 bərabərdir x. İndi fx gördüyümüz yerə bax burada x yazırıq. Olacaq 5x çıxılsın 1 bölünsün 3. Bizim funksiyamızın tərsi budur. Ancaq burada ola bilər ki, variantda ayrı-ayrı məxrəclərdə yazılıbdır. Yəni 5x bölünsün 3 çıxılsın 1 bölək 3 bərabərdir. Bu da olacaq 1 tam 2x çıxılsın 1 bölək 3. Düzgün cavab burada A variantıdır. Elədiyimiz həlli konkretləşdirək. Qayda olaraq birinci verilən funksiyadan x-i tapmağa çalışırsınız. Sonra funksiyanın adı, lap başdakı adı fx verilərsə və yaxud da ki y verilə də bilər. Orada onun yerinə x yazırıq və tapdığımız funksiya həmin funksiyanın tərsi olur. Yuxarıdakı test nümunəsində sizin üçün saxlayıram. Rəylərdə cavabını yazarsınız. İkinci suala baxaq. Mürəkkəb funksiyaya aid olan test nümunəsidir. Bu sualla başlayaq. Fx bərabərdir x kosinüs x kubu üzərinə gəlsin 5 və gx veribdir bizə x kvadratı. Bizə sonra soruşur ki f gx, yəni mürəkkəb funksiyadır, iç-içə funksiyalardır. Bunu tap. Burada baxmalıyıq ki, burada f'in içində x dayanıbdır. Burada isə gx dayanıbdır. F'in içində nə dayanıbsa onu yazıb funksiyanın özündə. Eləcə də burada da. Biz də eyni şey eləyirik burada. X'in yerinə gx dayanıbsa, biz də həmin funksiyada x gördüyümüz yerə gx yazacağıq. Gx də nədir? X kvadratı. Yəni f gx bərabərdir. X gördüyümüz yerə gx'in özün yazacağıq. Yəni x'in kvadratı. Burada olacaq x kvadratı. Vurulsun kosinüs. X gördüyüm yerə x kvadratı yazıram. 10 üzəri 3'dür. Üzərinə gəlsin 5. Sadələşdirirəm. F gx bərabərdir x kvadratı. Kosinüs x üstü 6 üzərinə gəlsin 5. Burada düzgün cavab Y variantı olacaq. Bu test nümunəsi də sizin üçündür. Həllini rəylərdə yazarsınız.